Bir məsələni bir dəfəlik bağlayaq. İranın gücünü inkar edənlər ya yaddaşsızdılar, ya da düşmənin dediyini təkrar edirlər. Çünki bu gücü İran yox, düşmənin özü etiraf edib. Misal olaraq Netanyahu BMT tribunası 2018. Benjamin Netanyahu 2018-ci ildə BMT iclasında bütün dünyanın qarşısında nə dedi? In Lebanon, Iran is directing to build secret sites to convert inaccurate projectiles into precision-guided missiles that can target deep inside Israel within an accuracy of 10 meters. Açıq şəkildə bildirir ki, İran artıq dəqiq vuran raket texnologiyasını bölgəyə ötürür. Bu raketlər strateji hədəfləri vura bilir. İsrail üçün birbaşa təhlükədir. O çıxışda o xəritələri boşuna göstərmədi. Boşuna həyəcan təbili çalmadı. Zəif ölkədən qorxu olmaz. Faktdır ki, Netanyahu İsrail daxili çıxışlarına baxır. Netanyahu təkcə BMT-də yox, İsrail daxilində də dəfələrlə etiraf edir. İranın raket proqramı dayandırıla bilmir. Dəqiqlik əvvəlki kimi deyil, çox yüksəlir. Bu raketlər oyun dəyişdirəndir. Bunlar İsrail mediasında açıq danışır. İndi çıxıb yoxdur demək tarixi saxtalaşdırmaqdır. Fakt 3. Donald Trump rəsmi Ağ Ev çıxışı. Donald Trump İranın balistik raket zərbələrindən sonra nə dedi? Israel got hit very hard, especially the last couple of days. Israel was hit really hard. Those ballistic missiles, boy, they took out a lot of buildings. Trump bu sözləri propaganda üçün demədi. Ağ Evdə deyilən söz hesabla deyilir. Əgər təsir yox idisə, niyə very serious dedi? Fakt 4. Avropa İttifaqının rəsmi bəyanatı. Avropa İttifaqının rəsmi sənədlərində nə yazılır? İranın Rusiyaya balistik raket ötürməsi Avropanı nigaran edir. Sual sadədir. Əgər İranın balistik raketi yoxdursa, Avropa nəyi pisləyir? Xəyalı silahı. Burada bu da aydınlaşır ki, İran raketləri elə bir texnologiya və gücə sahibdir ki, dünyanın ikinci hərbi gücünün ona ehtiyacı var. Amma 12 günlük müharibədən sizə bir xülasə demək istəsəm, belə olur. Amma yox, gəlin bunu ali məqamlı rəhbərin dilindən eşidək. جنگ 12 روزه ملت ایران هم آمریکا رو شکست داد هم تا رو شکست داد بدون تردید آمدن شرارت کردن کتک خوردن و دست خالی برگشتن این şikəst به معنای واقعی کلمه اینه. Son söz olaraq İranın gücü müzakirə mövzusu deyil. Bu sübut olunmuş faktdır. Bunu Netanyahu etiraf edib, Trump etiraf edib, Avropa sənədləşdirib. İndi çıxıb bunu inkar etmək ya cəhalətdir, ya da bilərəkdən zəif etməkdir. Biz isə emosiyayla yox, faktla danışırıq. Bizi izləməyi unutmayın.